Son zamanlarda Nərimanın atası bir açıqlama verib ki, bəs belə çətinlik çəkib falan filan bu cür temalar, bu cür söhbətlərə toxunub. Birincisi bunu deyim ki, tamam, hər insan çətinlik çəkir. Allah köməkləri olsun. O ayrı məsələ. Amma bizim burada qınadığımız Nərimanın çətinliyi deyil. Nəriman pis oyunçudur deyirik. Mənə nə qədər yorumlarda yazmısınız ki, Nəriman belə qəşəng onu belə eləyir. Bəziləri fikrimə qatılıb, bəziləri qatılmayıb. Baxın, bu bir tənqiddir. Fikrimə tənqiddir. Mən bunu nə edirəm? Normal qarşılayıram. Fikirlərinizə hörmətlə yanaşıram və səhv düşündüyünüzü ya da mənim səhv düşündüyüm məqamları açıqlayıram. Yəni bir-birimizlə söhbət edirik, mübahisə edirik, bunu bir nəticəsinə çıxardırıq. Bu tənqiddir və mən bunu normal qarşılayıram. Ki Nəriman da bunu normal qarşılamalıdır. Necə siz mənə tənqid edirsinizsə, mən də Nərimanı tənqid eləyə bilərəm, Qurbanı tənqid eləyə bilərəm. Yəni indinin dövründə Ronaldo, Messi, Guardiola falan belə, Luis Enrique belə tənqid olunmuşdu. Heç kəs sığortalı bir insan deyil ki, içi biz qarışıq. Bu səbəbdən normal olaraq mən də tənqid eləyirəm. Nəysə, söhbətim bunda yox. Fikirlərinizə, yəni etik qaydalarda yazdığınız hər bir fikrə normal cavab verirəm. Qaydadan çıxsaz mən də sizi eyni. Necə hörmətlə yanaşsaz, o cür hörmətlə cavab qaytarır. Nəysə, söhbət bunda yox. Çox insan elə başa düşür ki, bizim Nərimanı, yəni zəhləmiz gedir də bu insanı görəsi gözümüz yoxdur. Bəzilərimizin həqiqətən yoxdur. Ona söhbəti yox da. Bu vəziyyətə çatdıran Nərimandır. Niyə bunu Turalla, Cəfərquliyevə, Musaya demirik? Niyə hamı imenini gedir Nərimana deyir? Bir bunu ilk öncə düşünün. O Azərbaycanlısı, onlar da Azərbaycanlı. Mən yenə keçən videoda da dedim. Oynayacaqsa şərtli bir Azərbaycanlı olmağı, Musanı oynat. Nərimana bu qədər şans verdin, oynamır da, bacarmır. Və siz niyə mənim ən çox belə əsəbləşdiyim şey nə oldu? Bu oyuncu işləmədi ki. Bax, qismətsizlikdir. Nə bilim deyə yağışdı, tufan qopdu da, asteroid düşdü bunun ayağına, top ayağında durmadı. Bax, cidden tam səmimi deyirəm. Bunlara belə razıyam. Ayağında top durmadı, top saxlaya bilmədi, pas verə bilmədi. Hamısını qoydun bir qırağa. Qaçıb işləsəydin, ən azından bir çaba göstərsəydi. Bunu eləsəydi bu gün heç kəs Nərimanın adını çəkməzdi. Keçən videoda da yazmışdı. Çox məntiqli də gəldi mənə. Kaşuk da girmişdi oyuna. Ondan sonra bəzi oyunçular da girdi. Adını unutdum da. Oraları xatırlamıram açığı. Pedro'nun yerinə girən zədəli idi. Təzə zədəsi düzəlib. O da pis oyuncu deyil. Liqada baxdım, liqada pis oynamır. İndi zədəsi düzəlib oynayacaq inşallah. Düzəldəcək öz sistemin oyunu. Yəni Kaşuk falan da görsüz sonradan girib, amma bu qədər tənqid olunmadı. Niyə? Nəriman var deyə? Xeyr. Kaşuk çünki çalışırdı, qaçırdı topun arxasıca, nəsə eləmək üçün can atırdı. Nəriman heç nə eləmirdi. Anladınızmı? Bu qədər əsəbin, qəzəbin onda olma səbəbi bu. Can qoymamağı. Belə pis sıxmasın, məntiqdən düşünəndə şey deyirsən, güya istəməz Nəriman uduzsun. Əlbəttə Nəriman istəməz uduzmağı. Amma indiyə qədər olan tənqidlərə və ya tənqiddən öncə irad olunmuşdu Nərimana. Bu iradlara qayıdıb mən vecimə almıram demək əvəzinə düşünüb iradlara uyğun bir şey eləsəydi, nəticə gətirsəydi, bəlkə də bu gün bu vəziyyətdə olmazdı. Bu qədər azarkeşi özünə çevirən Nəriman oldu. İndi atası çıxıb açıqlama eləyir ki, Nəriman çətin həyat keçirib falan filan. Yenə deyirəm, Allah kömək olsun. O can qoyduğu müddətcə biz onun arxasındayıq. Amma can qoysun. Nəsə eləməyə çalışsın. Görək ki, bu insan çalışır, çabalayır, nəsə eləyir də top ayağında durmasa belə topun dalıyca qaçır ki, cəhənnəm pres eləyim, cəhənnəm nə bilim, rəqibi sıxışdırım, nəsə səhvə məcbur eləyim rəqibi. Heç olmasa bunları eləsin. Bunu da eləmir. Biz neyniyək yaxşı? Heç nə eləməyən insanın ardında nətər duraq? Musanın ardında dura bilirik. Oyuna sonradan girib Fransforoşda qol vurmuşdu. İndi nailiyyətdən danışırsınız. 6-5 Nəriman olmasa indi 6-5 Braga falan filan. Yaxşı, Musa Fransforoşdan rəqib şeydə stadionda qol vurmasaydı, onda bizlər Fransforoş uduzmuşduq. Bu dəqiqə Çempionlar Liqasında deyildik. Yaxşı, bu niyə danışılmır? Açın bunu da danışın da. Bunu da kozur eləyin də əlinizdə. Fransforoşdan əsas bu üstün niyə görə biz qalib olduq da? İndi bir qol söhbəti olmuşdu. Mütləq ki olmuşdu. Açın danışın. Musa qol vurmuşdu. Onda Musa oldu Bombardier Superliga Superstar. Yaxşırın görüm. Bir danışanda məntiqlə danışın. Bəziləri də belə yazıb. Həqiqətən nə qədər cahilsiniz bəziləriniz. Girib şey yazırlar. Sən indi dahisən, Qurbandan yaxşı bilirsən. Ay müdrik insan, ay gözəl insan. Gedirsən marketə. Deyək ki, qəssabın yanındasan. Ət qoyublar qabağına. Soruşmayacaqsan, bu ətlə maraqlanmayacaqsan, o əti araşdırmayacaqsan, ya da nə bilim gedirsən maşın şey eləməyə, almağa. O maşını danırlarını araşdırmayacaqsan, biz dahi deyilik, amma qoyun da deyilik də. Bir baxanda araşdırırıq. Ağıl, düşüncə dərrakı insana niyə verilib? Bir şey haqqında fikir bildirirsə biz o işin mükəmməliyik deyil. Başa düşə bilirsinizmi ikincə bunu? Biz bu işin mükəmməliyik deyə demirik. Araşdırırıq, maraqlanırıq, fikir sahibi oluruq. Yəni bir şey deyiriksə, o dediyimiz şey haqqında bir sübutumuz olur, bir araşdırmamız olur. Bir boşu-boşuna havadan gəldi tullamırıq. İlk öncə bunu anlayın. Burada heç kəsin mükəmməl dahiyəm deyə bir iddiası yoxdur ki zaten. Bunları hər kəs araşdırmalara dayanaraq deyir. Yəni təbii ki araşdırmalıdır. Araşdırmadan demək düzgün çıxmır. Amma yenə deyirəm bax, Nəriman Azərbaycan liqasında oynaya bilər, gol vura bilər, nə bilim, nəsə eləyə bilər, amma Azərbaycan liqasında. Mən bunu deməyə çalışıram. İnadla Nərimanı oyuna salmağın bir adı yoxdur. Qurbanın səhvi var. Duranı niyə çıxardırsan? Duran 5 dəqiqə əvvəlində rəqibə pres eləyib topu almışdı. Yorulub nədir? 60-cı dəqiqədə Duran mı yorulub? 45-də oyun başlayıb. Fasilədən gəlirlər. 15 dəqiqə mi yoruldu Duran? Cəhənnəm sal 70
75'də, sal 80'də, onda sal. Cəhənnəm onda sal. Bizə pres eləməyən oyunçu lazım deyil. Gəlib 10 nəfərə Qarabağı saxlamaqdansa girməsin də. Yankoviçi tənqid eləyənlər olub, topu itirdi ona görə vurdular. Gözəl insanlar, Yankoviçin öz vəzifəsi, bax, vəzifəsi pas paylamaqdır. Tam olaraq dayaq oynayan orada Pedro Bicalio'dur. Bicalio'nun da səhvi deyil. Bicalio neçəsini bağlayacaq. Yankoviç orada bilmir soldakını saxlasın, arxasına qaçanı saxlasın. Hər iki ehtimalı olur. Top itirmə məsələsinə gələndə Yankoviç elə toplar saxlayıb ki, yəni bir dənə 6-5-i kozur tuta bilirsiniz, amma Yankoviçin elə deyib bu qədər şeyə kozur tuta bilmirsiniz. Yaxşırın görüm Nərmana arxa çıxmaq üçün bəhanə gətirməyin. Mən də bilirəm də öz millətimdir. Güya mən istəmərəmmi Nərman öz millətimdən biri çıxsın, qəşəng oynasın. Millidə də qəşəng oynayar deməkdir o. Biz istəmirikmi sizdə? Yəni Nərmana bu qədər tənqid edənlər bunu istəmirmi? Hər şey məntiqli gəlir də bu mu məntiqsiz gəlir sizə? Yəni vətənimiz getsin oynasın da, o yaxşı oynadı, biz mi pislədik? Oynamır ki deyirik də. Biz bu qədər insan tupoy deyil ya da qoyun deyil ki, görür də hamı hər şeyi. Çor gördü. Məcbur deyil oynatmadan Musanı oynat. Sırf bir Azərbaycanı oynadırsan Musanı oynat. Mən Musa tərəfdarı deyiləm ha, bunu da deyim. Yəni amma ikisini qarşılaşdırdığımda Musa daha üstün tutur. Musa tərəfdarı niyə deyirəm? Çempionlar Liqası üzərindən deyirəm. Bizə bir hücumçu təbii ki lazım. Nə bilim, etik qaydalarda düzgün şəkildə fikrini bildirənə hörmət şəkildə, yəni kim necə hörmət qoyacaq o hörmətdən də yanaşacağam. Yorumlarda öz fikrinizi yazarsınız. Fikrimə razı olmaya bilərsiniz, razı olanlar ola bilər. O səbəblərdə yazarsınız. Orada bir mübahisə eləyərik şirin dildən. Görək nə deyil bu işin axırına çıxır. Düzdür, bizdən bir şey olmur da, amma niyə də olmasın? Siz bir bəyənsəniz, paylaşsanız, səs gətirsəniz, əlbəttə bu fikirlər böyük səbəblər də gətirib çıxara bilər. Yəni böyük nəticələrə daha doğrusu.